Geldi sizin kapıya. Size ne dedi? Uşaqlar verdi ki azarlayıb açır. Ayşe xəstələdi. Ha. Biz de pazar günüydü. Karayla yapmıştık. Siz uşaqları götürdü, saldı söz evinizə. Ha de uşaqlar bir Polis açarlarında deyirsən, getdik. tez durduk getdik ki ne olur verip elimden paltarımı çektim. Siz evə gedəndə, yəni Ziyəddingilin evinə gedəndə, kim var idi yanınızda? Ailem özüm gitmişim, hiç kim o? Yoldaşınız, Ha özüm. Ha, özünüz oradaydı Ziyəddin. bunu haber verir ki apar var. Hə, o sizin uşaqları sizə evə gətirəndən Ha. sonra polis gəlmişdi. Polis gelip götürüp bunu. Uşaqlar da getirip Ziyəddin, Onu oxumuşam. Onu... sakit ol. Aydın. yenilmiş de aşağı polis götürüp. Polis sizlə bir yerdə getdi ev açdı. Yok hep Açarı kim verdi polisə qapını? polisle bağlayıp Bir dəqiqə deyək. Sən onu qapı, deyirsən sizdə ikinci açar var, düzdür? Ha. Siz qapını açıb evə girəndə, kapını açıp girende hiç kim yok idi. Biz gördünüz, meyin hansı vəziyyətdə? Uzanlı vəziyyətdə yerdəydim. Cansız Meyidin vəziyyətdə. üstündə nə xəsarət görürmüş? Canlı verirdi, vermişdi. Ha? Canlı verirdi. Vermiş dedi, cansız vəziyyətdə Yəni, cansız uzandı. vəziyyətdə. Nə xəsarət gördün meyidin? Boğulmuşdu. Boğulmuş. O boğazında gördün, nəsə? Ha. Nə var idi boğazında? Deyir şeylə nədir, şunurla boğuldu. Şunur orada idi. Şunur yok.